Özünü tanı və qəbul et ifadəsi psixoloji inkişafın əsas təməl prinsiplərindən biridir. Bu, sadəcə bir motivasiya sözü deyil. Özünü dərk etmək və olduğu kimi qəbul etmək insanın daxili tarazlığını və həyat keyfiyyətini yüksəldir. Aşağıda bu prosesi daha yaxşı anlamağa və tətbiq etməyə kömək edəcək əsas addımları sadalayırıq. 1. Özünü müşahidə etməyi öyrən. Gündəlik duyğularını və düşüncələrini izləməyə başla. Özündən soruş. Bu hissin mənbəyi nədir? Bu qərarı verən mən kiməm? Düşüncə gündəliyi yazmaq bu baxımdan çox faydalı ola bilər. Güclü və zəif tərəflərini tanı. Öz bacarıqlarını və çətinlik çəkdiyin sahələri obyektiv şəkildə dəyərləndir. Özünə qarşı dürüst, lakin mərhəmətli ol. 3. Müqayisədən uzaq dur. Başqaları ilə müqayisə etmək öz dəyərini az görməyə səbəb ola bilər. Öz həyat tempini və təcrübələrini qəbul et. Hər kəsin yol xəritəsi fərqlidir. Qüsurları ilə barış. Heç kim mükəmməl deyil. Səhvlərini, keçmişdəki uğursuzluqları böyümək fürsəti kimi qəbul et. Daxili səsini dəyişdir. Özünlə necə danışırsan? Mən bacarmıram, yerinə çətin ola bilər, amma sınaya bilərəm deməyə çalış. 6. Öz dəyərlərini müəyyən et. Nəyə inanırsan? Həyatında nələr sənin üçün doğrudur? Dəyərlərinə uyğun yaşamaq daxili uyum və məmnunluq yaradır. Səbirlə özünü inkişaf etdir. Özünü tanımaq bir dəfəlik deyil, ömürlük bir prosesdir. Səbirli ol, dəyişimi tələsmə, hər mərhələ bir addımdır.